Aha, hər birinizi salamlayıram. Bu günlərim Qərbi Hun İmperatorluğu və Ağ Hun İmperatorluğu haqqında danışacağıq. Ümumiyyətcə, Hun İmperatorluğundan danışmamışdan əvvəl biraz əvvələ qayıdırıq. Deyirik Hunlar haqqında iki məlumat nə vaxt verilmişdi? Eradan əvvəl 2-ci minillikdə Çin mənbələrində verilmişdi. İndi biz bilirik ki, eradan əvvəl 220, eradan əvvəl 58-ci illərdə Asiya Hun İmperatorluğu mövcud olur, amma sonradan onlar parçalanır, zəifləyir və dövlətçiliklərini itirirlər. Ondan sonra artıq müəyyən səbəblərdən, məsələn, iqtisadi səbəblər, siyasi səbəblər, sosial səbəblərdən köç etməyə başlayır. Mərkəzi Asiyadan bir hissəsi köç eləyəcək bu ərazilərə, Xəzər dənizinin bax bu istiqamətlərə. Burada gəlib Asiya Hun dövlətini yaradacaqlar. Bir hissəsi də şimal-qərb istiqamətində gəlib Avropa Hun dövlətini yaradacaq. Ümumiyyətcə türk xalqlarının köç etməsinin iqtisadi səbəbi deyəndə nə başa düşürük? Deyirik məsələn, quraqlıq idi, otlaqların çatışmaması köç etmələrin iqtisadi səbəbi idi. Bəs yaxşı, siyasi səbəb nə idi? Məsələn, biz dedik axı Çin onların dövlətçiliklərinə son qoydu. Çinin əsarət altında yaşamaq istəmirdilər, özləri dövlət yaratmaq istəyirdilər. Bu da köç etmələrinin siyasi səbəbidir. Bəs yaxşı, sosial səbəb nədir? Sosial səbəb deyəndə məsələn deyir ki, əhalinin sıxlığıdır, əhalinin sayının sürətlə artması da bunların köç etməsinin sosial səbəbi. Ümumiyyətcə köç etməsinin səbəblərinin biri xalqların böyük köçü. Deyirik ki, bizim İranın 4-7-ci əsrlərini əhatə edirdi xalqların böyük köçü. Hun tayfalarının, yəni bu Mərkəzi Asiyadan qərbə doğru hərəkəti ilə başlayır. Həmin bu xalqların böyük köçü. Eyni zamanda bax bu Hunların təsiri altında alanlar, qot tayfalar da neyləmişdi? Köç eləmişdi digər əraziyə. Məsələn, Şərqi Avropadan Qərbi Avropaya köç eləmişdi həmin tayfalar. İndi dövlətin yaranmasından danışırıq. Ümumiyyətcə dövlətin yaranmasından əvvəl deməliyik ki, Qərb Hunlarının ilk başçısı, bax dövləti yaradan demirik. Qərb Hunlarının ilk başçısı Tanrı xan olmuş. Deyirik 2-3-cü əsrlərdə gəldilər, məskunlaşdılar bu ərazilərdə. Tanrı xanın başçılığı altında. 374-cü ildə Qərb Hunlarının başına gəlir kim? Balamir. Bəli, artıq Balamirin dövründə biz deyirik ki, dövlət yaranmağa başlayır. Neylədir bu Balamir? Balamir gəldi. Bax, burada təxmini işarəlidir Don çayı. Bax, gəlir Don çayı ətrafında yaşayan Alan tayfalarını məğlubiyyətə uğradır. Oradan keçir. Oskot, daha doğrusu Alanları da şərqə doğru, qərbə doğru qovur. Eyni zamanda orada Oskot krallığı vardı. Oskot krallığını məğlubiyyətə uğradır. Daha sonra gəlib çıxır hara? Krıma, Qara dənizin şimalına, bax bu ərazilərə. Gəlir Krımda yaşayan qotları məğlubiyyətə uğradır və indiki Macaristan ərazisində keçib orada həmin o Avropa Hun dövlətini yaradır. Yəni alanları bildik, Oskot krallığını bildik, Krımda yaşayan qotları bildik. İndi gəlir görək Avropa Hun dövlətinin ən qüdrətli dövrünü kimin dövründədir? Deyirik ki, Attilanın dövründədir. Yəni neynədir? Attilanın dövrü demək 434-cü ildən 453-cü ilə qədər hakimiyyətdə olur. Amma 434-də hakimiyyətə gələndə Attila qardaşı Bleda ilə birlikdə dövlət idarə eləməyə başlayır. Yəni 445-ci ilə kimi Attila Bleda ilə birlikdə dövləti idarə edir. 434-cü ildə artıq Bizans üzərinə hücum edirlər və Bizansla müqavilə bağlayırlar. Yazmışıq şərtləri. Gəlin görək Bizansla bağlanmış müqavilənin şərtləri nə idi? Heç nə, ticarət əlaqələri tənzimlənir. Eyni zamanda deyir ki, mənə illik xərac ödəyəcəksən və mənim əlimdən qaçmış tayfalara öz ərazilərində sığınacaq verməyəcəksən. Bu cür razılaşırlar, amma Bizans yerində durmur. Başlayır bu Hunların tərkibində olan tayfalara hədiyyələr göndərməklə üsyana təhrik eləyir. Və ona görə Attila yenidən 447-ci ildə neyinir? Bizans üzərinə hücum edir və deyirik ki, yenidən razılaşma baş verdi. Bəli, nə oldu artıq? Dedi ki, hə mən özümü düzəldəcəm, böyük məbləğdə də sənə illik bac verəcəm. Ondan sonra Attila fikirləşir ki, elə bu Şərqi Romanı ələ keçirmişəm, keçək Qərbi Romanı da ələ keçirək. Bəli, əvvəlcə neynədir? Deyirik ki, Qaliya, yəni indiki Fransa ərazisinə hücum eləyir, eyni zamanda Burqundiyanı ələ keçirib yaxınlaşır hara? Orleon şəhərinə. Orada kimlə rastlaşacaq? Bunun keçmiş dostu Aetsi ilə.
Bəli, AETC ilə Katalon düzündə 451-ci ildə döyüş baş verdi. Deyirik bu döyüşdə heç bir tərəf mütləq üstünlük əldə eləyə bilmir. Yəni heç-heçə gedir döyüş və çoxlu döyüşçü itirirlər və gecə ikən AETC-nin başçılıq elədiyi Roma ordusu geri çəkilir. İndi o ordu daxilində olan xəstəlikləri nəzərə alaraq Attila onları neynəmir? İzləmir. Yəni onların arxasınca düşmür və 452-ci ildə yenidən hücum edir. Yazmışıq ki, Qotları cəzalandırdı. Niyə cəzalandırır bu Qotları? Qotlar axı dedik ki, bu adı nədir? AETC ilə olan Katalon düzündəki döyüşdə Qotlar və digər tayfalar da neynəmişdi? Muzlu şəkildə Roma ordusunda döyüşürdü. Onları cəzalandırır və gəlir Roma şəhərinə qədər irəliləyir. Bəli, amma həmin vaxtda nə baş verdi? Papa gəlir, Leon olmalıdır adı səhv eləmirəmsə həmin vaxtda Roma papasının. Papa gəlir, yalvarır, xahiş edir. Düz indi bunların arasında müqavilə nə olması haqqında bizdə məlumat yoxdur. Sadəcə olaraq deyirlər ki, yəni Attila həmin o Roma papasının yalvarışlarını nəzərə alaraq Roma şəhərini tutmur, amma Roma üzərində üstünlük əldə eləyir. Ondan sonra Sasanilərə yürüş ərəfəsində, bax Sasanilərə yürüş eləmir Attila. Yürüş ərəfəsində, yəni yürüşə hazırlanan zaman 453-cü ildə nə oldu? Müəmmalı şəkildə ölür. Bəli, bu öləndən sonra bunun böyük oğlu gəlir onun yerinə, Attilanın yerinə. Həmin vaxtda da artıq o dövlətin tərkibində olan tayfalar üsyan qaldırır. Attilanın böyük oğlunu Alman tayfaları öldürür, balaca oğlu da Caba idi. Caba neynir? Caba da gedir Macaristanda yeni dövlət qurur və ümumiyyətcə 470-ci ildə tamamilə dövlət süquta uğrayır. Aha. İndi keçək, danışaq Axun imperatorluğu haqqında. Dedik nə baş verdi? Harda yaşayırdı Hunlar? Hunlar bax bu ərazilərdə yaşayırdılar da əsasən. Bunların bir hissəsi şimal-qərbə gedib Avropa Hun dövlətini yaratdı. Bir hissəsi də gəldi cənub-qərbə, bax burada nə yaratdı? Axun dövlətini yaratdı. Deməli bu Hunlar bax bu ərazilərdən köç eləyirlər. Onun da səbəblərini dedik də, iqtisadi, sosial səbəblərini dedik. Ərazisi haraydı? Ərazisi bax bu ərazilər. Yəni Mərkəzi Asiyanın bir hissəsi idi, Hindistanın şimal-qərbi idi, eyni zamanda Türkistan ərazisidir, Əfqanistanın bir hissəsi. Yəni bu əraziləri əhatə eləyirdi ərazisi. Paytaxtı hara olmuşdu? Deyirik paytaxtı olmuşdu, Sakala şəhəri olmuşdu paytaxtı. 5-ci əsrdə orada Abdal adında bir hökmdar olur, Eftal adında. Ona görə də bəzi mənbələrdə Axun dövlətini biz Abdallar və yaxud da Eftallar dövləti kimi eşidirik. Və bizə əsasən burada 2 dənə hökmdarın adı lazımdır. Biri Aksuvar xandır, biri də Mihraqul xandır. Gəlin görək Aksuvar haqqında bizə nə lazımdır? Aksuvar xan deyirik 430-cu ildə neynədir? Hakimiyyətə gəldi. Və eyni zamanda Yezdəgird öləndən sonra Firuzun hakimiyyətə gəlməsində də bunun nəl olur. Yəni 457-ci ildə Firuzu bu gətirir Sasanilərdə hakimiyyət. Yəni bu əgər Firuzu hakimiyyətə gətirirsə, deməli Firuzun bundan nə oldu? Vassal asıllığında oldu. Artıq 5-ci əsrin 60-cı illərində nə baş verir? Firuz biraz güclənəndən sonra başlayır Aksuvara qarşı çıxır və deyir o məşhur Turan taktikasından, Aksuvar xan Turan taktikasından istifadə edir və Firuzu məğlubiyyətə uğradır. Hətta Firuz 2 dənə ordunun qarşısında deyir ki, Aksuvardan üzr istəyir, bağışlanmaq istəyir. Lakin gedir bir müddətdən sonra bir də hücuma hazırlaşır. İkinci səfər hücum eləyəndə artıq nə baş vermişdi? Deyirik ki, Aksuvar xan sərhəd ərazilərdə xəndəklər qazdırır və üstünü örtür ki, elə o Sasani ordusu eyni zamanda Firuzun özü də həmin xəndəklərə düşərək həlak olmuşdu. Aydın oldu. Bundan başqa indi də bu şeydən Aksuvar xanın dövrü deyir, bunu qatışdırmırıq. Məsələn 1-ci Qubad hakimiyyətə gəlməsi, 1-ci Qubadı məzdəkilər ölkədən qovması, gəlib Axun hökmdarından kömək alıb yenidən hakimiyyətə qayıtması, Axun hökmdarının qızı ilə ailə qurması. Yəni bunlar Aksuvara düşmür, hökmdarın adı verilməyib. Yəni bunu qatışdırmırıq ki, 1-ci Qubada hakimiyyətin bərpa eləməsində Aksuvar xan kömək eləmişdi və yaxud da Aksuvar xan öz qızını 1-ci Qubada vermişdi. Yəni bu Aksuvar xanla əlaqəsi yoxdur. Ən qüdrətli dövrünü yaşadı kimin vaxtında? 6-cı əsrin əvvəllərində hakimiyyətdə olmuş Mihraqul xanın dövründə ən qüdrətli dövrünü yaşayır. Deyirik nə baş verdi? Onun dövründə artıq nizami ordu yarandı. Hətta 700-dən artıq döyüş fili var idi. Və eyni zamanda nizami ordu 700 döyüş fili Hindistana yürüş etdi və Hindistanın şimal qərbini tamamilə ələ keçirdi.
həmin Mihraqul xanın hakimiyyəti dövründə dövlətin zəifləməsi deyirik. Bəli, artıq Mihraqul xandan sonra imperiyanın ərazisi geniş idi. Geniş ərazilərə idarə etmək çətin olur. Eyni zamanda ərazilərdə dini pərakəndəlik yaranır. Bir neçə dinin yayılmasıdır. Bundan başqa hakimiyyət altına aldıqları xalqlarda azadlıq mübarizəsi gətirib bunların zəifləməsinə çıxardır. Səbəbini bildik. Artıq 567-ci ildə 1-ci Xosrov Ənuşiravan, yəni Sasani hökmdarı ilə eyni zamanda İstəmi Yaqubu Göytürk hökmdarı birləşir və bu dövləti süquta uğradır və iki hissəyə parçalayırlar. Və onu da nəzərinizə çatdırım ki, 1-ci Xosrov Ənuşiravan həmin vaxtda axunlara xərac ödəyirdi. Bunları artıq təmiz məğlubiyyətə uğradandan sonra İstəmi Yaqubu deyir ki, indiyənə kimi xəracı Xosrov Ənuşiravana deyir ki, indiyənə kimi xəracı ödəmirdiniz axunlara. İndi artıq axunları biz süquta uğradıb iki hissəyə bölmüşük. İndi həmin xəracı biz ödəməlisiniz. Ondan sonra da Göytürklərlə Sasanilər arasında müəyyən mübarizələr başlayır. Ümumi bunu demişkən biz